Nə mal, nə devlər, nə pul. Bunlar hamısı dünyada gəldiyi yerlər şeylərdir. İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyat üçün yaşayan insan da əbədi olacaqdır. Mən bu torpaqda doğulmuşam. Burada təhsil almışam. Buradan həyata addımlamışam. Daimi bu torpaqla bağlı olmuşam. Bütün devirlərdə bu doğma torpağıma xidmət etmək üçün əlimdən gələni etmişəm. Böyük həyat yolu çəkmişəm. Çox insanlar görmüşəm. Çox böyük şəxsiyyətlər görmüşəm. Yadda qalanları da var, yadda qalmayanları da var. Az yadda qalanı var, çox yadda qalanı var. Amma uşaqlıq devri insanın ən xoşbəxt devridir. Mənim nə atam, nə anam heç vaxt bilməmişdilər. Mən məktəbdə hansı dərs oxuyuram, hansı qiymətləri alıram. Ancaq gecə-gündüz çalışmışam ki, yaxşı oxuyum. Hər halda bizim sinifdə oxuyanların içərisində hamısına yaxşı oxuyurdum. Uşaq vaxtından bu Novruz bayramını çox sevərdim. Rəhmətli anam Novruz bayramına bir 2-3 ay əvvəl hazırlaşardı. Mütləq biraz büyük gərək hazırlayaydı ki, plov olsun. Biraz gedib kişmiş alıb saxlayardı. Pişiryat pişirərdi. Eğer bir balaca vardısa, bir akşam biz oturup bir plov yerdiyse, biz özümüzü xoşbaxt hesab edirdik. En yadda qalan mənim üçün əziz adamlar, mənim Laçındakı müəllimlər. Müəllim mənim üçün həmişə ən ülvi, ən şərəfli məfhum olubdur. Mən bütün uşaqlığım devri, yəni orta məktəbin 10-cu sinifini qutarana qədər şahmat oynamaq, şaşki oynamaq, dram dərnəyində iştirak etmək, ayrı-ayrı dərnəklərdə iştirak etmək, bunların hamısı pionerlər evində olubdur. Həyatımda ilk dəfə bir hadisəni sizə danışacağım.